Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, çoxdan da cücələrimi çəkib göstərmirdim. İstədim çəkəm, sizə cücələrimi göstərəm. Deməli, cücələrim bax son halı belədir. Şu artıq böyüyüblər, həyətə buraxmışam. Üçü xoruzdur, deməli 2 lüt boğazdan, bir də bax o ağ üzü tüklü görürsüz də, o xoruzdur. Bax bir xoruz budur, bir də bu. Yəni bunun fəriyə oxşayan xoruzdan amma deyəsən xoruzdur 100%. Biraz heyrətdən dönməyə oxşur deyə pipiyi balacadır deyə. Ancaq bu iki qaralar lüt boğazla üzü tüklü fərədir. Deməli bunları artıq buğdayla şəkərli yemi qatıb verirəm. İndi də şəkərli yemi biraz statdım. Evdə hardasa bir yarım kilo zad olardı. Belə deyək. Yarım kilo, 1 kilo olar. Süzmə var idi. Xarab olmuşdu. Onu elə biraz qatdım. Onlardan bax beləcə qoymuşam, qabaqlarına yeyirlər. Bir də əzizlərcə ot verirəm. Bunlara ayaqlar zadı yaxşı qırmızıdır. Bunlar deməli artıq 3 ayına az qalıbdır. İndi yaxşı böyüyüblər, pis böyüyüblər və ta böyüyən belədir. Bunlara sözün düzü biraz başlı-başına buraxdım, yaxşı ilə baxmadım. Ona görə nətər var elədilər. Xoruz o lüt boğaz çox xoşuma gəlir, qırmızı. Onu bəlkə saxladım. Həm də görək də. Nə olur? Belə. İstədim çəkəm, bunları çoxdan da göstərmirdim. İstədim çəkəm, sizə göstərdim. Salmışam elə bu setkiyə, axşam olanda bax gedirlər, orada yer var, orada yatırlar, çox gözəl, belə deyək, ağıllı cücələrdir. Səhərlər isə çıxıb gəzirlər. Süzmənlə də şey yeyirlər, yemi. Xeyirdir də, süzmə ağartıdır, göydür, ondan sonra belə deyək, şəkərli yemdir. Hamısı xeyirdir. Qoy yesinlər. Belə. İğnələri hələ vurulmuyubdur. 2 ayında vurulurdu. Sadəcə 5 dənə deyə dedim toyuqlara, elə bir martda vurmuşdum. Dedim toyuqların da 3 ay tamam olsun, mayın axırı. Elə bunlara da, o toyuqlara da hamısına bir yerdə vurum. Ona görə biraz bunları gecikdirdim. Və heç də olmaz. Onsuz da cücələr, iynə vurulmayan cücələr, belə deyək, iyulun ortalarından avqustun axırına kimi belə nəsə xəstəlik olur. İynə vurulmayanda onda şey olur da, yəni necə deyim, ağrıya bilərlər, xəstələnib ölə bilərlər. Ona görə hələ ki vaxta var. Elə mayın axırı şey deyim, gələn bu həftə 6 xadnoy inşallah vuracağam. Hər gün nə qədər yeyiblər, mədələri belə deyək, partlayır. Cücənin yemini ümumiyyətcə bir çox abunəçəmdə görsən yazırlar ki, cücələrimiz yaxşı inkişaf eləmir, nə verək, nə edək. Əziz izləyicilər, ümumiyyətcə cücələri belə deyim də, qabağına yem tökdüm, buraxdım gəzməyə filan, beşməkan elə böyümür. Cücənin həmişə qədər istəyirsiz yaxşı böyüsün, yaxşı inkişaf eləsin, yemi həmişə qabağında olmalı. Bax görürsünüz orada yemidir, qabağındadır. Belə də qoyuram, yəni bax çəkin, bax görürsünüz, bir qab yem qoymuşam, yəni süzmənlə şeyi qarışdırıb, imişli yemini
qoymuşam. Yəni onu da yeyəcəklər, qalanını sabah durub yeyəcəklər. Yəni mədələri görürsüz də bax dəndikləri. Necə belə deyim, şişifdir. Yəni böyük olur. Həmişə cücə bax hər gün belə olmalıdır. Belə olan cücə həm tez böyüyür, həm də yaxşı inkişaf edir. Yəni xəstəliyə zada davamlı olur. Yəni tab gətirir. Yəni xəstə immuniteti zadı güclü olur. Belə. Bu cücə şey eləmədim çünki belə deyək, toyuğum çoxdur, 20-25 dənə toyuqdur. Burada da 2 dənə də burada var. Bu eləyir deməli 26-27. Yəni 20 dənə oldu, bəs çox saxlamaq da elə şeydir. Toyuq hamısı 1 illikdir. İnşallah gələn 2 illiklər tamam olanda yumurtalarından qoyacağam elə inkubatora, elə çıxsınlar. O 2 illikləri də sonra qışa dönəndə, yəni 2026-cı ilin qışına dönəndə onları ya kəsəcəyəm, ya satacağam, cavan fərələr, cücələr olsun. Yəni 1 ildən bir belə deyək də basıracağam. Hər il basırmaq həm xeyir eləmir, yem qalxıbdır, həm nə bilim. Bunu da sadəcə toyuq yatdı deyə, evdə çıxma cücələrdir deyə elə qaldılar. Öz toyuğumundur. Yəni bunları çox zulmla şeylədim. Toyuq yatdı. 13 dənəmi qoymuşdum. 11'i tutmuşdu. Çıxana yaxın bir həftə qalmış, yatmadı. Ha elədim bir gün, 2 gün yumurtaların içində bəziləri öldü. Yəni ikisi laxa getdi. 13 yumurtanın 11'i qalmışdı. Şey oldu, belə deyək, yumurtanın içində 2-3'ü öldü. Getdim inkubatora. Orada da 5'i çıxdı. 7'si daha doğrusu çıxdı. İkisi də çox zəif idi. Çünki toyuq 1-2 gün yatmadı. Toyuğa düşmüşdü. İkisi elə belə deyək, öldü. Bu 5 dənəsi qaldı. Bunlar da belə deyim, zor bəla ilə böyütdüm. Yəni yekə karobkanın içinə, yeşiyin içinə balaca şey qoydum. Onun adı nə idi? Karobka. Onun içində elə 5 dənə böyüdülər. Sonra yerləri dar olanda açdım, buraxdım çölə. Da yəni yekə karobkaya buraxdım, indi isə çölə buraxmışam. Belə əziz izləyicilər. İndi bunlardan da sonra inşallah toyuqlarımı çəkim, çoxdan da çəkmirəm. Digər toyuqlarımı çəkirəm. Bunları isə çəkib sizinlə paylaşacağım. Yəni belə. Boğaz xoruzları ilə xoşuma gəlir toyuqlar. Çox adam iyrənir bunlardan. Bu mənim ən çox belə deyim, sevdiyim bunlardır. Bax belə əziz izləyicilər, belə bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sağ olun əziz izləyicilər, salamat qalın.